Sağ olun. Sonda dostlar, mən vaxtın azlığından, azlığı nəzərə alaraq qısa bir məsələ istəyirəm, fikrimi bildirəm. Çünki burada bayaqdan yazırlar ki, Türkiyədə olan hadisələrə münasibətinizi niyə bildirmirsiniz? Dostlar, Azərbaycanda başımızda bu qədər bəla problem olur da, oturub Türkiyəni müzakirə etmək, nə bilim, kimisə qınamaq, orada tərəf tutmaq bizim məqsədlərimizə uyğun deyil. Türkiyə 85 milyonluq bir dövlətdir. Türkiyə xalqı öz problemini biz həll edəcəkdir. Sadəcə olaraq mən istəyirəm bir şeyə diqqətinizi yönəldim. Bugün Türkiyədə, yəni bilmənlər üçün deyim ki, İstanbul Bələdiyyəsinin deməli rəhbəri bu İmamoğlunu həbs ediblər, saxlayıblar. Cinayətkar dəstə yaratdığına görə terrorçuluqda, rüşvətdə və s. çox qalmaqallı bir neçə çox kəskin ittiham veriblər ona. Və eləcə də 31 ildən, 35 ildən qabaq aldığı diplomu saxta olduğunu sübut ediblər. Təbii ki, rəsmi orqanların iddia etdiyi budur. Diplomunu ləğv ediblər, ondan sonra yoxlamalar aparılıb bələdiyyədə. 100-dən çox adam həbs olunub, saxlanılıb. Onlardan artıq 70-dən çoxunun haqqında həbs qərarı, məhkəmə qərarı veribdir. Məndən tez-tez soruşurlar ki, bu barədə niyə danışmırsan? Bizim danışmalı olduğumuz o qədər dərdimiz, problemimiz var ki, Azərbaycandan bağlı. Mənim şəxsən bilərsiniz, bütün dünya odda yana, mənim Azərbaycandan başqa dərdim yoxdur. Mənim problemim Azərbaycandır. Türk vətəndaşları öz problemlərini bizsiz həll edəcəklər. Kimlərsə fürsətdən burada istifadə edib, Ərdoğana nifrəti var, ağzı əyilən Ərdoğan haqqında danışır. Kiminsə nifrəti var, müxalifətə, onun əleyhinə ağzı əyilən danışır. Amma mən istəyirəm sizdən soruşam. Bugünə qədər Türkiyənin istər iqtidarı olsun, istər müxalifəti olsun, bu CHP deyirlər. Bugünə qədər siz eşitdinizmi? Onlar Azərbaycandakı Heydərizm rejimin törətdiyi cinayətlərlə bağlı bir kəlmə söz desinlər. Eşitdinizmi? Belə bir şey deyilibmi? Əslən vətənlər, mən istəyirəm bu məsələlərə bir dəfəlik hamınız düzgün yanaşasınız. İran, Türkiyə, Gürcüstan, Rusiya, qonşu dövlət Azərbaycan, qonşu dövlətlər arasında yazılmayan qanunlar var. Bir-birinin daxili işinə qarışmamaq, deməmək. Bu belə qəbul olunubdur. Sabah mən də gəlsəm hakimiyyət Azərbaycanda, mən də nə İranla, nə Türkiyə ilə, nə Rusiya ilə bağlı onun daxilində gedən bir prosesdən var, fikrimi deməyəcəm. Zelenskinin başına gələn bu bəla, Ukrayna xalqının başına gələn bəla, birisi nə ilə bağlı oldu? Zelenski durdu, getdi Bidenlə Trumpın seçkisində Bidenə dəstək verdi. Axırıncı dəfə Zelenskini təhqir eləyəndə həyasızcasına bunu onun üzünə vurdu Trumpın köməkçisi. Yadıma gəlib gəlmişdim filan zavodda Bidenə dəstək verirdin. Hamı insandır. İnsanın da istəkləri var, duyğuları var. Adam rəqibinə dəstək verdiyinə görə Zelenskini cəzalandırır, böyük bir xalqı cəzalandırdı. Mən nəyə görə burada Türkiyədə gedən problemlərə müdaxilə eləməliyəm? Türkiyə xalqı kimi seçəcəksə, başımız üstə yeri var. Bizim baş tacımızdır. Necə ki, Türkiyə bizə elə yanaşır. Bugünə qədər nə İmamoğlu, nə CHP-nin sədri, bundan da başqarısılar oğlu, nə başqa partiyalar, nə hakimiyyətdə olanlar bir dəfə də bunu aylın başa düşün. Və biz öz aramızda müzakirə edə bilərsiniz ki, orada belə oldu, burada belə oldu, İmamoğlu belə elədi, Ərdoğan belə dedi, nədir? Amma bir Azərbaycan vətəndaşının başında, öz başında bu qədər bəla ola, problemini həll eləmək əvəzinə, durub o Türkiyənin daxilində qarışıb belə o dal oldu kimi təhqir eləmək, nə eləmək, danışması gülünç görsənir kənarda. Gəlin əllə verək, öz dərdimizi əllə eləyək. Tezliklə orada bəlli olacaqdır vəziyyət. İmamoğluna qarşı irəli sürülən ittihamlar əsaslıdır yoxsa yox. Türkiyə, Azərbaycan deyil, bunu bilərsiniz. Türkiyədə müstəqil doğrudan da məhkəmə var. Baxmayaraq ki, orada məhkəmələrdə problemləri var. Türkiyədə müstəqil prokurorluq var, istintaq orqanları var.
Baxmayaq ki, orada da o sayede de qanunsuzluqlar var. Amma bizlə müqayisə olması deyil, narahat olmayın. Orada gec-tez haqq bərpa ediləcək. Əgər İmamoğlu'ya qarşı verilən iddiamlar əsassızdırsa, gec-tez o özünü müdafiə edib haqqını bərpa etdirəcəkdir. Siz narahat olmayın. Gəlin əl elə verək, Azərbaycanın dərdləri ilə məşğullaq. Türkiyə dövlətinə, qardaşımıza da əmin olmaq arzulayaq. Çalışaq ki, düşmən onların indiki yaranmış vəziyyətdən istifadə edib daxildən Türkiyəni zəiflətməsinlər. Türkiyə zəifləyəcəksə, Azərbaycan öləcək. Eşitdiniz? Türkiyə zəifləyəcəksə, Azərbaycan öləcək, olmayacaq Azərbaycan. Ona görə biz kənardan durub Türkiyənin daxili vəziyyətin gərginləşməsi istiqamətində təbliğat aparmamalıyıq. Əvvəla onların bizim köməyimizə və müdaxiləmizə ehtiyacları yoxdur. Narahat olmuyor. İkincisi də orada müstəqil məhkəmə var, qayda qanun var, qanunlar işləyir. Çox tezliklə də bəlli olacaq ki, kim kimdir. Hər halda İmamoğlu'na qarşı irəli sürülən iddiamda çox ciddi iddiamlardır. Video görüntülər, faktlar, pullar, nələr. O da saxta ola bilər, mən bilmirəm. Gözləyək, hər halda Türk ədaləti mütləq o sözünü deyəcəkdir. Türkiyə diktatura olan ölkə deyil. Türkiyə monarxiya deyil, Türkiyə Azərbaycan deyil, buna arxain olun. Təbii ki, indiki hakimiyyətin mövqeləri kifayət qədər zəifləyibdir. Bəlkə də sabah seçki olsa, Erdoğan hakimiyyətdə gedəcək, Erdoğan tərəfdarları udacaqlar. İndiki vəziyyət onu göstərir. Amma, yenə deyirəm, bizim Azərbaycan vətəndaşı kimi qardaşlarımızın daxillə qarışmaq fikrimiz yoxdur. Baxaq hər öz dərdinə.